Salam əziz izləyicilərim. Bugün mən kələm dolmasını hazırlayacağım. Videolarımın davamı üçün bəyən düyməsinə basıb abunə olmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Bir qazanda suyu qoyub qaynatdım. Qaynadaqdan sonra bir qaşıq duzu əlavə eləyib ortasına çıxardığım kələmi suya qoydum. Qoyduqdan sonra bir 5-10 dəqiqə qaynadıb listlərini çıxarmaya başladım. İndi isə keçək etin hazırlanmasına. Mən 500 qram mal ətindən istifadə etdim. Yağlı et idi. 2 soğan xırdaladım. 2 dəstə keşniş. 1 stəkan düyü. Stəkanın biraz az duz, istiot, sarı kök, biraz da duru yağ atıb yaxşıca qarışdırdım. Yaxşıca qarışdırandan sonra biraz da üstünə su vurdum. Yenə qarışdırdım. Sonra isə pişmiş kələmi götürüb ortasındakı bərk yeri kesib ikiyə ayırdım. Videoda da göründüyü kimi ikiyə ayırdığım yarpaqları eti qoyub ortasına bükməyə başladım. Bu formada hamısını bükdükdən sonra qazana 1-2 dənə altına yarpaq qoyuram həmişə ki yapışmasın, həm də qəşəng pişir, yumşaq olur. Üstünə bükdüyüm dolmaları cərgə ilə düzdüm. Düzdükdən sonra üstünə də 1-2 dənə yarpaq qoyuram ki, bu formada yumşaq alınır, həm də ki tez pişir. Üstünə tarelka qoyub 1 litrə qədər su vurub vamxodda qaynadıram. Qaynadıqdan sonra 1 soğan, 2 qəşəng tərəyağına tomat pastası ilə qızardıram və üstünə atıram. Üstünə atıb bir 5-10 dəqiqə yenə qaynadıb nuş eləyirik. Siz də bu formada eləsəz peşman olmayacaqsınız.